Avtomobil Toyota Camry 2018 ilində avtomobilin problemi soyuq mühərrikə xodlanan zaman periboy eləyirdi və qızandan sonra düzəlirdi. Avtomobilin problemi bir neçə detalları yoxladıqdan sonra aşkar olundu ki, avtomobildə su kanallarından silindir başına sızma var. Və gördüyünüz kimi kamera vasitəsilə çəkiş elədik və silindir başına əməlli başlı antifriz itkisi yaşanır. Bu da soyuq mühərrikə xodlanan zaman başlayır periboy eləməyə. Və qızandan sonra periboy aradan qalxır. Avtomobil Toyota Camry 2018 ilində avtomobilin problemi soyuq mühərrikə xodlanan zaman periboy eləyirdi və qızandan sonra düzəlirdi. Avtomobilin problemi bir neçə detalları yoxladıqdan sonra aşkar olundu ki, avtomobildə su kanallarından silindir başına sızma var. Və gördüyünüz kimi kamera vasitəsilə çəkiş elədik və silindir başına əməlli başlı antifriz itkisi yaşanır. Bu da soyuq mühərrikə xodlanan zaman başlayır periboy eləməyə. Və qızandan sonra periboy aradan qalxır.